Razım müəllim, xoş gördük sizi İmişli şəhərində. Şəhərə gəldik və İmişlinin meşəsidir da bura. Çox vaxtlar deyirlər ki, Şirvan zonasında, Aranda meşə yoxdur. Amma bugünkü gün biz canlı şahidik ki, İmişdə meşə var. Bəli, bura Şahverdili kəndidir. Burada Şahverdili meşəsidir. Razım müəllim, sizi kəndlərdə tez-tez görürük. Bu görüşlər siz üçün nə qədər vacibdir? Çox vacibdir. Çünki insanlar da seçdiyi deputatı yanında görmək istəyir. O baxımdan da mənim də xoşuma gəlir. Çünki kənddə böyümüşəm və gedirəm insanlarla danışıram, evində otururam, bir stəkan çayını içirəm, yemək yediyim hallar da olur. Onlara da xoşdur, mənə də xoşdur. Problemlərini dinləyirəm. Sonra da onu aidiyyatı üzrə çatdırıram. Bir çoxlarının problemini həll edirəm. Bir çoxları da yerindəcə həll olmuş olur. Yəni insanlarla sıx təmaslıyam. Həm onlara xoşdur, həm də mənə xoşdur. Yəni zövq alıram mən kəndlərdə olmaqda, insanlarla bir yerdə olmaqdan zövq alıram.